Sizlərin monitorinq tapşırıqlarından deməli burada səhifə 130-da olan bir neçə tapşırığı sizin üçün izah edəcəm. Gəlin birinci tapşırıqdan başlayaq. Nömrə 31. A böyükdür 4236 müqayisəsini ödəyən ən kiçik ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Deməli burada bizdə istəyir ki, A-nın ən kiçik ədədi. Əziz şagirdlər, A 4236-dan böyük olduğu üçün o müsbət sonsuzluğa kimi ədədləri ödəyəcək. Yəni müsbət sonsuzluq nə deməkdir? Yəni 4236-dan böyük bütün ədədləri milyona, milyarda, trilyona kimi deməli ödəyəcək. İndi gəlin bura baxaq. 4236-dan böyük ədədlər hansılardır? 4237 ardıcıl olaraq yazırıq. 4238 4239 4240 və bir neçə fərqli rəqəmdə yazıram. Daha doğrusu ədəd yazıram. 6000 4 rəqəmli ədəd olduğu üçün 8500 İstəyə uyğun müxtəlif rəqəm ədədlər yaza bilərsiniz. Deyir ki, bunların içində ən kiçik. Bunların içində ən kiçik 4236-dan bir vahid böyük olan ədəddir. Yəni hansı ədəddir bu? 4237. İndi deyir bu ədədi minliklərə qədər. Gəlin bura yazaq. Ədədi köçürək bura. 4237 təklikləri 7, onluğu 3, yüzlüyü 2, minliyi 4. Minliklərə qədər yuvarlaqlaşdırdıq da. 4-dən sonraki ədədə baxırıq. 2-dir. 2 gəldiyi üçün deməli yuvarlaqlaşdıranda necə demişdik? Əgər minlikdən, yəni minlik mərtəbəsindən sonraki ədədlər 4 və 4-dən kiçik ədədlərdirsə, ilk ədədimiz qalır, ilk rəqəm qalır. 4, digərləri sıfırlaşır, olur 4000. Yox, əgər minlikdən sonra 5 və 5-dən böyük ədədlərdirsə, ilk rəqəm bir vahid artır, qalan bütün rəqəmlər sıfırlaşır. Burada da 4000 alınır, cavabımız B variantı oldu. Növbəti izaha baxaq. 32. Dairəvi diaqramda Kərim və Lamanın dəftərlərinin sayına uyğun hissələr göstərilmişdir. Kərimin 12 dəftəri olduğu məlumdur. Lamanın neçə dəftəri var? Deməli, dairəvi diaqramda 2 hissəyə bölünmüşdür, amma bərabər hissə deyildir. Kərimin 12 dəftəri varsa, deməli 4-dən 1 hissəsi bu dairənin Kərimindir və 4-də 1 hissəsi 12 olan ədədi tapırıq. Uşaqlar, siz əvvəlki dərslərdə də və ümumiyyətlə ədədin hissəsinin tapılmasını keçmisiniz. Bunu çox uşaq çaşır. Ədədin hissəsinin tapılmasında biz nə edirik? Ədədin hissəsinin tapılması. Biz ədədi, məsələn 12 dəftərdirsə, uşaqların əksəriyyəti belə eləyir. 12 vurulsun 4-də 1 yaz. Bərabərdir 3. Xeyr. Bu ədədin hissəsinin tapılması. Yəni buradakı misal üçün bu keçərli deyil. Yəni xeyr. Burada hissəsinə görə ədədi tapacağıq. Yəni 4-də 1 hissəsi 12 olan ədəd. 12-nin 4-də 1 hissəsini tapanda 3 hissə eləyir 4-də 1 hissə. Lakin 4-də 1 hissəsi 12 olan ədəd olanda, yəni burada nə indirdik? 12-ni vururduq 1-ə, bölürdük 4-ə, edirdi 3. Düzdür və yaxud da belə də eləyirdik. 12 bölünsün 4, vurulsun 1. Yenə də 3 eləyirdi. Amma hissəsinə görə ədədi tapanda bu hissəni bölürük 1-ə, vururuq 4-ə. Bu da edir 48. Deməli, ümumilikdə 4-də 1 hissəsi 12 olan ədəd 48-dir. Deməli, 48 nədir? Bizim ümumi dairənin sayıdır. Yəni, cəmi 48 dəftərimiz var. 48 dəftərimiz var. Onun 12-si 4-də 1 hissəsi gedirsə, yəni 12-si getdi, 36-sı qaldı və 36 da nədir? 4-də 3 hissə. Əgər desəydi ki, 4-dən 2 hissəsini tapın, onda 48-i vurardıq 4-dən 2-yə, edərdi 24, yəni yarısı.
Amma bizdə nə istəyir hal-hazırda? Ləmanın neçə dəftəri var? Ləmanın da 4-də 3-ü. Yəni biz 4-də 4-dən, yəni tam dairə 4-də 4-dür. 4-də 1-i çıxanda avtomatik 4-də 3 qalır. 4-də 1 hissədə 4-də 1 hissədə 12-dir. Tam hissədə 48-dir. 48-dən də 12-ni çıxıram. 36 qalır. Deməli, Ləmanın 36 dəftəri var. Bunu yenə də özünüz üçün qeyd edin ki, ən çox uşaqların səhv etdiyi məqamdır. Növbəti deyir ki, bu müqayisəni ödəyən ən böyük ədədlə 4971-in ədədin cəmini. Burada ən böyük istəyir. İndi uşaqlar deyəcək ki, müəllimə, onda sonsuz saydı. Xeyr, sonsuz sayda deyil. 3267 burada ən böyüyüdür. Ondan kiçik, yəni belə deyək də, birdən böyük, birdən 3267-yə kimi bütün ədədləri ödəyir burada. Amma bunların, yəni 3267-yə kimi deyil də 3266, yəni çünki kiçikdir. 3267-dən bir vahid kiçik ədədi götürürük. 3266. Bütün ədədlər bura ödəyir. 2, 3, 13, yəni də 3266-ya kimi. Ən böyüyünü istəyir 3266-nı götürəcəyik. Ən böyük ədədlə 4971 ədədinin cəmi. İndi bunu yazaq. 4971 ədədinin cəmi 3266-nı da bura yazarıq. Cəmi edir. Deməli 7, 3, 2, 8237 cavab C variantı. Gəlin sizə bir şeyi açıqlayım. 31 ilə burada 31 ilə deməli 33-ün oxşar xüsusiyyətləri var. Burada ən kiçik ədəd istədi, burada isə ən böyük ədəd istədi. Burada nə edirik? Əgər A və yaxud da yəni nə bilim C burada böyükdürsə, bu hissədəki rəqəm ki var, yəni sağ tərəfdəki bu ədəd belə verilibsə, o zaman ən böyüyünü, ən kiçiyini istəyirsə 4236-dan üzərinə 1 gələcəksiniz. Eləyəcək 4237. Yəni 31 nömrəli tapşırıq üçün bu keçərlidir. Amma bunu təbii ki öyrənmə, yəni belə deyək də mütləq şəkildə əzbərləyin və yaxud da qayda kimi yadınızda saxlayın, bilmirəm. Əgər A kiçikdirsə və bu hissədə, yəni fərqi yoxdur istənilən ədəd verilirsə, yəni sol tərəfdəki ən böyük ədədi tapmaq üçün 3267-dən çıxacaqsınız 1-i. Bu da eləyəcək 3266. Yəni bu misalın qaydası budur. Mütləq bu şəkildə getməlisiniz. Keçirik 34 nömrəyə. 521.355 ədədində 5 rəqəminin mərtəbə qiymətlərinin cəmi. Mərtəbə qiymətləri cəmi nədir? 5 durur, düzdürmü? 1, 2, 3, 4, 5 dənə də sıfıra vuracağıq. 1-in yanında 5 dənə də sıfır. Mərtəbə qiyməti belə tapılır. Oldu 50.000. Daha sonra yenə 5 harda durub 100-lüyün yanında. Özündən sonra 2-dən 0 gəlir. 2-dən 0. 5-i vururuq 100-ə. Oldu 500. Yenə 5 burada təklik mərtəbəsində durur. Yəni 1. 5-ə vurduq. Daha sonra 50.000 üstə gəl 500 eləyir 50.500. 50.500-ün üstünə də deməli 50.500-ün üstünə də 5 gəlirik. Deməli bir dəqiqə 5 dənə 0 yazmışıq. 4 dənə 0 yazmışıq bura. Biz bura 4 dənə 0 yazmışıq. Bir dənə də 0 əlavə edək. Deməli 500.000 olur. Gəlin indi toplayaq. 500.000 üzərinə gəl 500. Üzərinə gəl 5. 5, 0, 5, 0, 0, 5. 500.000, 505. Hardadır bu? 500.000, 505. B variantı. Keçək 35 nömrəli tapşırığa. Rəqəmləri cəmi 5 olan neçə fərqli rəqəmli ədəd yazmaq olar? Çox maraqlıdır. Rəqəmləri cəmi, hansı rəqəmlərin cəmi 5 ola bilər? Gəlin əvvəlcə bunu yoxlayaq. 0 və 5 ən kiçikdən başlayaq. 5 və 0 hər iki formasını yazırıq. 1 üstünə gəl 4. 4 üstünə gəl 1. 3
3 üstünə gəl. Da 2-dən başlayaq. 2 üstünə gəl 3. 3 üstünə gəl 2, 5. Gəlin görək bunlardan hansılarından 2 rəqəmli ədəd düzəltmək olar. 0 və 5 ilə başlayan 2 rəqəmli ədəd görmüsünüz? Xeyr, bunu götürmürük. 5 və 0 varmı? Var. Rəqəmləri cəmi 5-dir. 1 və 4 olan 2 rəqəmli ədəd varmı? Var. 4 və 1 olan var. 2 və 3 olan varmı? Var. 3 və 2 də var. Müxtəlif 2 rəqəmli ədədləri istəyir. Rəqəmləri cəmi 5 olan neçə fərqli 2 rəqəmli ədəd yazmaq olar? Deməli, 50, 14, 41, 23, 32. 1, 2, 3, 4, 5 dənə belə 2 rəqəmli ədəd yaza bilirəm. Ən azı da desən, çoxu da desən, yəni belə yazmaq olar. Çünki 0, 5 deyə 2 rəqəmli ədədimiz yoxdur. 50 var, 14 var, 41 var, 23 var və 32 var. Bu 2 rəqəmli ədədləri yazmaq olar. Bundan artığı da yoxdur. Yəni qaydası budur. Çünki 50-nin rəqəmlərini toplayanda 50-nin rəqəmləri 5 və 0-dan ibarətdir. Toplayanda mənə 5 verir. 14-ün rəqəmləri 1 və 4-dür. Toplayanda mənə 5 verdi. 41-in rəqəmləri 4 və 1-də toplayanda mənə 5 verdi. 23-ün rəqəmləri 2 və 3-də toplayanda 5 verdi. 32-nin rəqəmləri 3 və 2-də toplayanda 5 verdi. Qaydanı unutmuruq. Meşədə, gəlin 36 nömrə tapşırığı keçək dərhal. Meşədə 50 canavar, bundan 5 dəfə az ayı var. Mütləq şəkildə canavar yazıram bura. Uşaqların ən çox səhv etdiyi, belə deyək də, özləri üçün qeydlər aparmamasıdır. Canavarın sayını yazıram. 50 dənədir. Ayı bundan 5 dəfə azdır. 5 dəfə az bölməkdir, əziz şagirdlər. Ən çox səhv etdikləri, yəni uşaqların bu deməli hissədir. 5 misli 5-ə vurmaqdır. Məsələn, misli deyəndə vururuq. 5 misli, 6 misli, yəni 6 dəfə vururuq. 6 dəfə artığı deməkdir. 6 artığı, yəni 6-ya vurmaq deməkdir. Və yaxud da 5 artığı indi yandakı rəqəmə görə dəyişir də 5-ə vurmaq deməkdir. Və yaxud da 4 artığı 4-ə vurmaq deməkdir. 3 dəfə az 3-ə bölürsən, yəni dəfə az bölmək deməkdir, dəfə çox vurmaq deməkdir. Misli, 4 misli mütləq riayət edin ki, 5 vahid çox toplamaqdır, 5 vahid az çıxmaqdır. Bunlar mütləq şəkildə, bunu videonun sonunda sizin üçün yazacağam. Deməli, 50-dən 5 dəfə az dediyi üçün böldüm 10 elədi. Canavar və ayının sayları cəmini bizdən istəyir. Bir dəqiqə. Canavar və ayı. Ayı artıq məlumdur. Canavar da məlumdur. Sadəcə toplayacağıq. 50 üstə gəl 10. 6 baş. Cəmini 2 qatını istəyir. Hə, 2 qatı. Bax, 2 qatı, yəni bu da vurmadır. Bu da eləyir 120. Cavab 120 C variantı. Gəlin sizə indi belə bir qaydanı deyim. 2 qatı demək 2-yə vurmaq. 2-yə vurmaq. Yenə 2 əskiyi 2 çıxmaq. Uşaqlar, rəqəm dəyişə bilər yanındakı rəqəm. Yəni 3 əskiyi ola bilər. Sonra 4 dəfə az 4-ə bölmək. Dəfə çox vurmaq. Sonra qatı, məncə qatı yazdım. Vahid çox toplamaq. Hər iki qayda ilə yazdım. Həm yanında rəqəmlə, həm də rəqəmsiz ki, yaxşı başa düşəsiniz. Vahid az çıxmaq. Misli vurmaq. Misli çox, daha doğrusu vurmaq. Misli az bölmək.
Artıq yazdım mı? Artıq. Deməli, toplamaq. Əskik yazmışdım. Artığı da yazdım. Deməli, bunları öz yadınızda saxlayın ki, uşaqlar, bunlar nə deməkdir? Yəni 4 dəfə çox 4-ə vurursan, 4 vahid çox 4-ü toplayırsan, 4 vahidat 4 çıxırsan, 4 misli çox 4-ə vurdun, 4 mislat 4-ə böldün. Bu qaydaları mütləq şəkildə əzbərlə. Oldu.